Salam Vüsal bəy, hər vaxtınız xeyir olsun. Salam, hər vaxtınız xeyirli olsun. Necəsiz? Ümid edirəm Təşəkkür yaxşısınız. edirəm, sağ olun, yaxşı olursunuz. Biz başlayaq. Keçən dəfə nəzarət istifadəçilər və əlaqələr modulu haqqında danışdıq. İnşallah bugünkü mövzumuz ambar olacaq. Ambar əsas modullardan biridir. Əməliyyatlara keçid üçün vacib modulların başında gəlir ambar. Ambar modulu vasitəsilə bir stokumuza nəzarət, məhsul nomenklaturası çeşidlənməsi, sayım və s. kimi proseslərin icrasını ambarda aparmaq imkanımız olacaq. Deməli, ilk növbədə ambara daxil olduqda ambar hesabatı qarşımıza çıxır. İnşallah əməliyyatlardan sonra bura bir dəfə də qayıdacağıq biz. Ambar hesabatı avtomatik özü formalaşır. Yəni biz aldıqca artırır, satdıqca, sildikcə azalmanı özü aparır sistem və biz cari vəziyyət, yəni hansı məhsulda nə qədər var ambarımızda, stokumuzda, ambar hesabatında izləmə imkanımız var. Partiyalar nə qədər hətta burada sistem sizə göstərir. Hazırda demo hesabda məsələn sağa versəz, hər məhsulun qarşısında detallı baxış butonu var. Gözə bənzər işarə. Bəli, burada məhsulumuzun partiyasına qədər, yəni hansı partiyadan qalıqdır, ambarımızda qalıb, izləmə imkanımız var. Sol tərəfdə filtrlər hissəsidir, çox zəngindir filtrlər hissəsi. Məhsulun adına görə, müxtəlif kriteriyalara görə axtarışları burada etmə imkanınız var. Hətta sizə belə bir şey deyim ki, hərəkətsizlik müddəti deyilən bir hissə var burada. Yəni, stokumuza daha detallı, daha yaxşı nəzarət etmək istiqamətində, yəni, baxmaq istəyirsiniz ki, son 30 gündür stokumda satılmayan mallar partiyalarını sizə göstərir. Bəli, istənilən interval da təyin edə bilirsiniz burada özünüz manual. Default olaraq da sistem 30, 60, 90 gün intervalı sizə verir. Və bunun nəticəsində siz hansı partiyam neçə müddətdir hərəkətsizdir, yəni almışam, qalıb stokda satmamışam, ona nəzarət edə bilirsiniz. Eləcə də burada ambar hesabatında digər bölmələrdə ona baxacağıq. Aktiv məhsullar, bron və konsiqnasiyada olan məhsullar deyə bir bölmələr də var. Bunlar bir-birinə bağlıdır. Məsələn, bron əməliyyatı var, diqqət edəcəksiniz yuxarıda. Ambarda bron eləmə imkanınız var. Düzdür, elə də tez-tez istifadə olunan bir əməliyyat deyil bron. Zəruriyyət yarandığı təqdirdə stokda müştəri də gəldi, bəlli bir ödəniş aldınız və məhsul saxlatdırdınız adına istənilən müddəti. Sistem avtomatik onu ambarda sizin üçün ayırır. Və ambar hesabatında da bron olunmuş məhsullar hissəsində izləyə bilirsiniz onu. Konsiqnasiyadakı realizasiya prosesidir bu. Satışın başqa bir variantıdır. Yəni, borc öhdəliyi formalaşdırmadan verilən mallar. Belə bir rahat, belə bir anlayışlı dildə deyək. Misal olaraq deyək ki, bir mağazadır, orada vitrin qurursunuz elə bir. Məhsullar yerləşdirilir. Qarşı tərəf artıq satdıqca sizə pul ödəyir. Borclarda satış belədir ki, satdığım konkret borca nəzarətdir. Müştəri gətirib borcu üzrə ödəniş edir. Amma realizasiyada olan mallarda məhsul önəmli olur ki, müştəri hansı malın pulunu gətirdi. Bax, o realizasiya prosesi sayılır. Bilmirəm, sizdə əgər yoxdursa da həmin hissə, gələcəyə doğru istifadə etdiyiniz təqdirdə sistemdə belə bir funksiya mövcuddur, belə bir xidmət var, istifadə edə biləcəksiniz. İnşallah qarşıda bölməsi də ayrıca var, konsiqnasiya bölməsi. Üzərindən detallı formada keçəcək orada. Ambar hesabatı ilə bu hissə ilə bağlı hər hansı bir sualınız var? Sağ olun. Bu hissə ilə bağlı hər şey aydın. Tamam. XL çıxarışı təbii ki, özü də görürsünüz sağ tərəfdə var. İstənilən bölmədə XL çıxarışı tətbiq olunur. Hətta diqqət elədinizsə bayaq göz işarəsinə klikləyəndə də, hətta detallı baxış butonlarında da XL çıxarışları tətbiq eləmişik. Yəni, istənilən vaxt, istənilən yerdən eksport eləmə imkanınız var. İkinci gəlir ambarlar hissəsi. Ambarlar depolarımızdır. Yəni ki, sistem necə ki, istifadəçilərdə qarşı tərəfimiz, daha doğrusu biz tərəfdən əməliyyat icra edən əlaqələr qarşı tərəflərimizi sistem tələb edirsə, alış və satış prosesində ambar da bizdən istəyir. Yəni, hara mədaxil edin, satanda hardan satırsın? Bu baxımından mağaza adımızı və yaxud da ki, depolarımız varsa fərqli yerlərdə adlandırmaq imkanımız var. Və bunun nəticəsi olaraq da sistem satış hesabatında ambarlarımız üzrə də fərqli yerlərdə ambarlarımız varsa,
Ambarların ayrı-ayrı dövriyyəsində sizə təqdim edir. Sağ tərəfdə yeni ambarı klikləyib ambarlar adlandıra bilərsiniz burada. Sadəcə ambar adı və məsul şəxsini seçməyiniz kifayətdir bir ambar adlandırmaq üçün. Növ üzrə də formalaşdıra bilərsiniz. Amma zərurxana deyil növ. Ola bilər ki, bir ambarın tərkibində ambarlardan, digər ambarlarınızı bir-birindən fərqləndirmək niyyətinə hansı növdə mallar saxlanılır ambarda, onu qeyd etmək üçün növlər də formalaşdıra bilirsiniz. Dediyim kimi, zərurxana deyil, ehtiyac yarandığı təqdirdə ayarlar hissəsindən ambar növlərinizi formalaşdıra bilərsiniz. Aha, burada belə bir sualım olacaq. Bizdə belə bir əməliyyat da var ki, bizim ekspeditorların onlara həvalə olunmuş nəqliyyat vasitələri var. Bəli. Depodan məhsulları götürürlər, təhvil götürürlər, müştərilərə paylayırlar, amma bir hissəsi onlarda qala da bilir. Bəli. Onları da ambar kimi sistemə tanıtmalıyıq, yoxsa onun başqa yolu var? Əlbəttə ki, əgər ekspeditorlar, yəni mal götürürlər bizdən, əraziyə çıxırlar, o stok da qala bilir onlarda. Ekspeditorların elə maşının nömrəsi və yaxud da ki, ekspeditorun adına ambarlar burada formalaşdıra bilərsiniz ki, yəni məhsul ona verdiyiniz təqdirdə ticarətinin inşallah növbəti görüşdə baxacağıq ona. Transfer əməliyyatı ilə öz ambarımızdan ekspeditorun ambarına məhsulları veririk və o artıq satışını əsas ambardan yox, ona həvalə olunan, yəni sistemdə formalaşdırdığımız o ambardan satışlar icra edir. Və siz həmin onun stokuna da nəzarət edə bilirsiniz. Onun maşınında deyək ki, nə qədərlik malım var mənim. Nə qədərlik mal verdim, nə qədərlik malım qaldı. Ona nəzarət edə bilirsiniz. Bəli, bu formada etmək mümkündür. Əla. Eləcə də burada sonradan ambarın adına düzəliş və yaxud da ki, ekspeditor işdən ayrıldı, artıq o maşın deyək ki, o ambarı ləğv eləmək istəyirik. Burada belə bir nüansı qeyd edeyim ki, sonradan artıq o ambarla əməliyyatlar olunduğuna görə sistem silməyə icazə verməyəcək o ambarı. Çünki bəlli bir hesabatlıqlara artıq gedib düşüb. Lakin ambarın adı qarşıma çıxmasın deyə artıq istifadə olunmayan ambardır. 3 nöqtəyə kliklədikdə deaktiv, aktiv et butonu tətbiq olunub. Yəni ambarın adı daha görsənməsin mənə. Ambarı deaktiv edə bilirsiniz. Yəni istifadəsiz ambardır. Açmışdım vaxtında, istifadə etdim, artıq ehtiyac yoxdur. Deaktiv edirsiniz onu və sol tərəfdə o filtr hissəsində o status olanda bəli deaktiv olunan ambarlar hissəsinə düşür. Yəni sonradan aktivləşdirə də bilirsiniz həmin ambarı. Belə bir hissədə tətbiq olunur burada. Əla. Və gəlir əsas məsələmiz kataloq hissəsi. Kataloq hissəsi çeşidləmədir. Yəni məhsulun adını adlandırmamışdan öncə sistem bizdən çeşidləmə istəyir. Ən azından bir çeşidi olmalıdır. Yəni çeşidi belə bir nümunə verə bilərəm sizə, daha belə asan. Misal elektronika bir kataloqu var, ümumi. Elektronikanın özünün ayrı-ayrı bölmələri var. Buna aiddir televizorlar, paltaryanlar, böyük məişət, kiçik məişət texnikası və s. İndi o artıq çeşidləməni hansı formada görmək sizin üçün maraqlıdırsa, təbii ki, öz alışını, satışını elədiyiniz məhsullara uyğun olaraq. Bir növ malın adını adlandırmamışdan öncə çeşidləmələr sistem bizdən buradan istəyir. 2 mərhələli bir, yəni üst kataloq, alt kataloq olmaq üzrə 2 pilləli bir çeşidləmə metodudur. Və bunu formalaşdırmaqla biz məhsullarımızı həmin çeşidlərə bağlayırıq. Kataloqlar sənədlərdə öz əksini tapmır. Kataloq sadəcə bizim özümüz üçün, hesabatlıqlarımız üçün maraqlıdır ki, ay sonunda satış hesabatında məhsulların adları ilə yanaşı çeşidləmələr etdiyimiz çeşidlər üzrə də ümumi dövriyyələri izləyə bilir. Aha. Bu ambar hesabatında da bizə görünəcəkmi? Əlbəttə, bütün hissələrdir. Yəni məhsulun həm ambar hesabatında, həm indi məhsullar hissəsinə keçid eləyəcəyik. Həmin hissədə, filtrlər hissəsində, bir sıra hissələrdə həmin o kataloqlar bölümü mövcuddur. Bəli, gördüyünüz kimi. Burada filtr edib çeşidlərimiz üzrə ambarımızda olan malları görmək istəyirsə də ad adı yox. Misal olaraq seçirəm kataloq elektronika, alt kataloq smartfonlar. Bütün smartfon alt qrupasına bağlı məhsulların siyahısını sistem bizə filtr edib göstərir. Daha sürətli, daha rahat məhsullarımıza nəzarət bir o kataloqla etmək imkanımız var. Pivot işarəsinə klikləməklə kataloqun birinci üst çeşidin, üst formatını tətbiq edirik, üst formasını. Misal deyək ki, sizdə mebel sahəsidir və yaxud da ki, pərakəndə deyək ki,
segmentdir. Və ya da qeyd etdiyiniz kimi profillər deyə bir üst qrup açdınız. Diqqət edirsinizsə, burada kataloqun özünün hansı növdə olduğunu da sistem bizdən soruşur. Yəni ki, biz sistemdə bildiyiniz kimi fiziki məhsullarla yanaşı xidməti məhsulları da adlandırmaq imkanınız var. Yəni mən xidmətlər göstərirsiniz, deyək ki, servis tərəfinizdə var. Orada fiziki məhsul təbii ki, satılmır, əl əməyi satılır. Yəni işçilik. Xidmətlərinizi də burada formalaşdıra bilirsiniz. Bu kataloqun yuxarıdakı məhsul, xidmət və sərbəst bir də versiya tətbiq eləmişik. Bu 3 format ona görə tətbiq olunub ki, məhsul əgər qeyd etmişiksə kataloqa, həmin məhsul üzərindən əməliyyatlarda sistem ambarı yoxlayır. Yəni mənfiyə düşmənin qarşısını almaq məqsədi ilə ambarı yoxlayır. Məhsuldan ambarda varsa satış edə bilirik, yoxdursa əks təqdirdə sistem bizdən satışa icazə vermir. Amma xidmət tipli elədiyimiz təqdirdə kataloq isə artıq ambarı yoxlamağına ehtiyac yoxdur. Yəni ambar sayına ehtiyac yoxdur olub-olmamasının. Birbaşa gedib satış icrasını həyata keçirdə bilərsiniz. Çünki əl əməyi satılır. Orada hər hansı bir fiziki məhsul yoxdur. Və bir də sərbəst versiya var ki, ola bilər ki, mən bir qrup açıram. Bu qrupun tərkibində həm mənim fiziki məhsullarımı yerləşdirmək adlandıracağam, həm də bu xidməti məhsullarını adlandıracağam. Sərbəst elədiyimiz təqdirdə artıq məhsullar hissəsində indi həmin hissəyə baxacağıq bu bölmədən sonra. Məhsulu adlandıracağımız zaman sistem işi öncədən bizdən soruşur. Yəni adlandırdığımız bu məhsul xidmət tiplidirmi, yoxsa fiziki məhsul tiplidirmi? Deyək ki, profillər adlandırdıq. Aşağıda bir də seriya nömrələri bölümü var. Bu seriya nömrəsi sırf elektronika üçün keçərlidir. Bildiyiniz kimi mobil telefonlarda e-mail kodları, e-mail nömrələr olur. Seriya nömrələri. O məhsulun bəzən görsə onu barkodla qarışdırırlar. Seriya nömrəsi sırf barkodla yanaşı seriya bütün elektronik məhsullar üçün keçərlidir bunlar. Artıq seriya nömrəsi hə olaraq qeyd elədiyimiz təqdirdə sistem alış və satış prosesində konkret seriya nömrəsini bizdən tələb edir. Yəni yox, əgər seriya nömrəsi qeyd etmişiksə, X məhsulu satıramsa, 3 ədəd satıram. Sayı 3 özüm manual yazıb satışını həyata keçirdə bilirəm. Amma seriya nömrəsi hə olduğu təqdirdə konkret o 3 dənə satmaq istədiyim məhsul nədirsə, seriya nömrəli məhsulu bizdən tələb edir ki, orada manual bir seçim edirik. Seriyalarını yazırıq oradan. Öncədən bəli, girişin edəndə, bəli, alış prosesində və ya qalıq daxil edəndə orada da bizdən tələb edir. Misal olaraq 10 ədəd hər hansı bir X məhsuldan iPhone 16 Pro Max deyə ki alıram, 10 ədəd. 10 dənə seriyasını yazırıq orada. Ki, bu bizə sabahki gün bilirsiniz, elektronikada seriya nömrəsi vacibdir. Oğurluq mal olmasın, stokda hansı seriya nömrəli məhsuldur, burada registrasiya məsələsi var. Odur ki, e-mail nömrələr konkret tələb olunur bizdən və o sayı belirləyən seriya nömrələr olur. Amma sizin də profillər olduğuna görə seriya nömrəsinə ehtiyac yoxdur. Yox olaraq qeyd edə bilərsiniz. Kataloqa əlavə etdiyimiz təqdirdə profillər deyə bir kataloq ən axıra düşəcək, əlavə olundu. Sonradan kataloqun adında düzəliş etmək istəsək, qələm işarəsi ilə alt qrupbası, daha doğrusu adında düzəlişlər edə bilirik. Üst kataloqumuzdan sonra alt qrupbalar da aça bilərik profillərin tərkibində. Profillər fərqli növlərdə ola bilər. Burada artıq siz özünüz profillərə uyğun alt qrupbaları, yəni hansı növdə başqa profillərin növləri var. Mesela qeyd etdiyiniz kimi yan profillər var. Ola bilər ki, ayrıcı profillər deyirlər, hansı ki, bu mətbəxlərdə qonaq otağı ilə deyək ki, mətbəxə ayırmaq üçün kimi elə bil qururlar. Fərqli yəni qrupbaları burada özünüz üçün ayıra bilərsiniz ki, məhsulları hərəsinin öz kataloqunu elə bil bağlayacaq. Vacibi deyil, yəni elə şirkət var ki, misal təcrübədə görmüşəm, alt qrupbanı qeyd etmirlər. Deyək ki, misal məndə profillərdir, onu qruplar üzrə ayırmağıma ehtiyac yoxdur. Yəni mütləqdirmi mən alt kataloq açmalıyam? Xeyr, açmaya da bilərsiniz. Lakin indi deyək ki, indi ehtiyac yoxdur. Gələcəyə doğru məhsul çeşidləri sizdə artdıqca, təbii ki, orada çeşidləmə etmək sizə zərurəti yaranacaqdır ki, onda gəlib ki, artıq biz profillərin tərkibində alt qrup açdığımız təqdirdə, buna qədər ki, necə ki, biz alt qrupbasız malları adlandırmışdıq, təzə alt kataloq açdığımız təqdirdə bütün həmin məhsulları da götürüb bağlayacaq həmin alt qrupbaya. Və bu sizdə bir növ belə bir
çeşidləmədə çaşqınlıq yarada bilər, qarışıqlıq yarada bilər. O da ən azından tövsiyə olunan odur ki, bir dənə ən azından, yəni qrupa yoxdursa da, alt kataloqdan kataloqun adı da eyni də ola bilər. Yəni fərq etmir. Profillər qrupaya eləmişəm, alt qrupasına da profil yazın. Onun fərqi yoxdur. Odur ki, yəni burada ən azından bir alt qrup açmaq lazımdır ki, məhsulları həmin qrupaya bağlayaq ki, gələcəyə biz əgər kataloqlar açmağımız olduğu təqdirdə belə bir az öncə verdiyim nümunə kimi halla qarşılaşmırıq. Başa düşdüm. Bu oldu bizim qrupa, alt qrupalar və ondan sonra gəlir əsas məsələ məhsullarımızın adları. Bu hissədə artıq biz stokumuzda olan məhsulların adlandırmalarını edəcəyik. Sağ tərəfdə diqqət etsəz yeni məhsul yazıb mavi rəngdə. Ona klik edib məhsullarımızın adlandırmasını bu hissədən etmə imkanımız var. Adlandıracağımız məhsul hansı kataloqa bağlıdırsa üst kataloqa seçirik. Daha sonra alt kataloqunu seçirik. Və diqqət etdirsə burada sağ tərəfdə qara plus işarələri də var. Yəni ki, mən bir dənə indi profil açmışam, amma adlandıram, görürəm ki, yox, bu yeni adlandıracağım məhsul tam fərqli bir qrupadır. Bir də bunu yarıda saxla, get kataloq olmasın deyə. Elə yerindəcə üst və alt kateqoriyaları burada da açmaq imkanınız var. Gedib elə kataloq bölümünə də əlavə olunacaq. Ondan sonra artıq aşağıda məhsulun adı hissəsidir. Məhsulun adı hissəsini nə qədər detallı yazsaq, bir o qədər yaxşıdır. Nəyə görə? Çünki qaimədə, invoice-da, müştəriyə təqdim edəcəyimiz sənəddə görünən hissə məhsul adı hissəsidir. Yəni kataloq, alt kataloq qaimədə öz əksini tapır. Məhsul adı hissəsini nə qədər detallı yazsaq, bir o qədər yaxşıdır. Göz önündə olan budur. Məhsulun adlandırmasını edirik. Diqqət edirsinizsə, zəruri xanaların qarşısında qırmızı ulduzlar var. Yəni, onlar mütləq doldurulmalıdır. Şəkil yükləyə bilərsiniz. Yəni, bu məhsulun şəkili varsa, şəkildə burada yükləmə imkanınız var. Malın, düzdür, profillərdə barkoda belə də ehtiyac olmayacaq. Barkod təyin eləmək istəsəz məhsullarınıza, malın üzərində barkodu varsa, onu da yaza bilərsiniz. Yoxdursa da avtogenerasiya ilə, yəni barkod özünüzdə verə bilərsiniz. Həm sərbəst versiya var, həm də ki, EAN 13 standartın, yəni barkod standartları fərqli olur. Ən çox istifadə edilən EAN 13-dür, yəni 13 rəqəmdir. İlk 6 rəqəmi biz öncədən təyin edirik. Son 7 rəqəmi isə sistem hər məhsul üçün öz avtomatik verir. Təyin edə bilirsiniz. Və daha sonra onun çap hissəsi də var, onu da göstərəcəm sizə. Məhsulun kodu var, kodun yazmaq imkanınız var. Daha sonra istehsalçı üzrə ayırmaq imkanınız var. Ola bilər ki, profili mən həm Türkiyədən alıram, Türkiyə istehsalçısından alıram və Çin deyək ki, profillər var. Sadəcə belə istehsalçısına görə ayırmaq istəyirəmsə məhsulumu, bəli, istehsalçını da burada əlavə eləmə imkanınız var. Marka bölümü var. Bura brendlər üçün sırf nəzərdə tutulur. Deyək ki, misal olaraq profil alıram. Knokun da var. Misal olaraq Pimapen'in də deyək ki, brendinə məxsus profillərim var. Sadəcə ayırmaq üçün bəli, burada brendləri də formalaşdırmaq imkanınız var. Bir şey ancaq nəzərinizə çatdırım ki, misal olaraq elə şirkətlər görmüşəm ki, düzdür, markadır deyək ki, hissənin adı, brendi qeyd eləməliyəm. Amma fərqli bir istiqamətdə də bu marka bölümünü istifadə edə bilərsiniz. Deyək ki, mən marka kimi deyirsə istifadə eləmək istəmirəm. Deyə bilərsiniz, mən 2 dənə biz alt kataloq formalaşdırdıq, üst və alt. Mənə 3-cü çeşidə də ehtiyac var, misal olaraq. Deyək ki, yan profilləri özü də ayrılır deyək ki, qruplara. Markadan o formada da istifadə edə bilərsiniz. Başqa bir qruplar da aça bilərsiniz burada. Yəni, o artıq sizin işin gedişatında özünüzün qərar verəcəyi bir hissədardır. Və gəlir əsas məsələ ölçü vahidi. Məhsulumuza ölçü vahidi təyin edirik ki, alış və silinmə və yaxud da ki, satış prosesində biz bunu hansı ölçü vahidi ilə, metrlə mi, kvadratla mı, boyla mı, hansı ölçü vahidi, kiloqramla mı, hansı ölçü vahidi ilə istifadə edirik. Və bir şey də nəzərinizə çatdırım ki, çox belə bir əla bir xidmət də tətbiq olunub burada ki, siz bir məhsulunuza bir neçə ölçü vahidi təyin etmə imkanınız var. Və bu sizə artıq məhsullarınıza, stokunuzda daha detallı nəzarəti təmin edəcək. Misal, profillər. Sizin üçün bu daha çox maraqlı olar ki, alanda deyirsiniz, misal olaraq mən boyla alıram. Adətən profillər bildiyiniz kimi boyla olur. 3 metrəlik, 6 metrəlik belə boylar olur. Və
Amma istifadədə isə metrə ilə də ki, istifadə edirəm. Kəsirəm, istifadə edirəm. Odur ki, biz burada diqqət etməli olduğumuz nüans nədir? Əsas ölçü vahidimizi, ən kiçik ölçü vahidimizi təyin edirik. Yəni istifadə edəcəyimiz ölçü vahidi metr. Hansı ki qeyd etdik. Bir üst ölçü vahidini isə buradan ədəd təyin edirik və yaxud da ki, boy təyin edə bilərsiniz və yaxud da ki, sizdə kiloqramla da alışlar olur. Kilo ilə alırsınız və onun içərisində hazır elə metrəlik deyək ki, şeylər olur, profillər olur. Bu adətən görsən dirsəklər üçün falan keçərli olur. Amma məsələn ədəd kimi qeyd edilirsə heç bir sıxıntı yoxdur. Və bunu burada qeyd edəndən sonra ədədin metrəyə olan əmsalını bizdən tələb edir. Yəni bir ədəd neçə metrdir? Misal olaraq deyək ki, 3 metrə şərti olaraq. Yazdıqsa burada avtomatik artıq stokumuzda sistem bizə hər iki ölçü vahidi üzrə məhsul qalığımızı göstərəcək. Yəni artıq da əməliyyat icra edəcəyimiz zamanda sistem artıq bizə seçim eləmə imkanını verir. Yəni mən alanda invoice satan, yəni mənə qarşı mal satan ədədlə satır. Mən ədədlə məcbur almalıyam. Amma belə o əvvəl misal olaraq ədədini aldığımız təqdirdə biz ona əgər metrə ilə istifadə edəcəksə, manual da özümüz hesablamayaq deyə. Biz elə alış edəndə seçim eləyəcəyik ədədlə. Misal olaraq 10 metrə aldıq şərti olaraq. Daha sonra 10 ədəd aldıq. Burada da məsələn əmsal təyin elədik 6. Avtomatik sistem anbarımızda bizə göstərəcək bu profildən 10 ədəd, o da bərabərdə 60 metrə var. 60 metrə. İstifadədə də mən istəsəm metrlə, məsəl üçün 60 metr göstərir. 20 metrini götürdüm, istifadə elədim. Göstərəcək mənə 40 metr qalıb. Ədəd olaraq da misal üçün bir nöqtə neçə deyir? Misal olaraq deyək ki, misal 20 metr istifadə elədiksə 3 dənə tam götürüb, 3 dənə tam götürüb, birində kəsirlə götürəcək belə. 6 tam neçə deyək ki, misal olaraq götürəcək, ədəd kimi də göstərəcək belə. Başa düşdüm. Daha sonra buyurun. Başqa ölçü vahidləri də. Əlbəttə, bəli. Burada yəni bunu nümunən biraz belə şey qeyri-etik alınsa çox üzr istəyirəm sizdən. Məsələn, siqaret üzərindən getmişik biz burada. Bildiyiniz kimi siqaret biraz daha çox məhsul ölçü vahidi olan bir maldır. Yəni o qutu ilə gəlir. Qutunun içində blok olur. Blokun içində paçka olur. Paçkanı da ədədlə də satırlar hətta bu butkalar satırlar. 4 dənə ölçü vahidi var. Burada onu nəzərə alaraq formalaşdırılıb. Yəni bir məhsulumuzun sizə deyim ki 5 dənə də ölçü vahidi varsa 5-ini də formalaşdıra bilərsiniz. Adətən yəni təcrübə görür ki, maksimum 2 dənə lazım olur. Üst bir dənə böyük, bir də ondan kiçik ölçü vahidi. Ehtiyac amma yarandığı təqdirdə əlavələri buradan da sonradan etmə imkanınız var. Ola bilər ki, bəlkə xaricdən gələcəkdə gətirəcəksiniz mallar və yaxud da ki, tonla orada gəlir mal. Ton da qeyd edə bilərsiniz bir ölçü vahidi. Tonun ədədə olan nisbətini təyin edəcək, ədəd də özü avtomatik metrəyə bağlı olacaq. Aha, aydın oldu. Məhsula satış qiyməti təyin edə bilərsiniz. Zərurxana deyil. Yəni bu sadəcə bizim satış prosesimizi sürətləndirmək adına, yəni bu malın adını yazdığınız təqdirdə avtomatik satış qiyməti də çıxsın. Bu o demək deyil ki, orada fixlənəcək, ancaq o qiymətə satmalıyam mən. Xeyr, yerindəcə müdaxiləmiz var. Yəni qiyməti orada yerindəcə də dəyişə bilər. Və bununla yanaşı da ƏDV daxil qiymətini də sistemimiz burada verir. Biz ƏDV-siz qiyməti orada satış hissəsində yazırıq. ƏDV daxil qiyməti isə özü sistem bizə təqdim edir ki, üzərinə gəlir. Bəli. Ki, ticarətdə artıq biz ƏDV-li qarşı tərəflərimizə uyğun olaraq ƏDV-li və yaxud da ki, ƏDV daxil satış etdiyimiz təqdirdə orada özümüz seçim edəcəyik. Aşağıda qiymət tipləri də var. Endirimli qiymətləri təyin edə bilərsiniz. Topdan, pərakəndə. Burada default sistemin verdiyi topdan partnyor dillərdir. Bunun adlarını da dəyişmə imkanınız var və yaxud da ki, əlavə qiymət tiplərinə də ehtiyac olsa, təbii ki, burada formalaşdıra bilərsiniz. Və xatırlayırsınızsa, bu əlaqələrdə də var idi. Əlaqəmizi də qiymət tipi üzrə ayırmaq imkanımız var idi. Nə kimi bir plus olur bunun? Misal olaraq, Ayxan adında müştərim var. Topdan alıcımdır misal olaraq mənim. Əlaqələrdə adlandıranda topdan qiymət tipinə bağladım. Və məhsulum üçün də burada topdan qiymət 10 manat 80 qəpik təyin etdik. Satış prosesində Ayxanın adını seçdiyimiz təqdirdə bu məhsulu biz artıq satışa çağırdığımızda sistem yoxlama aparacaq oradakı Ayxan topdan qiymət tipinə bağlıdırsa 12 manat yox, avtomatik 10 manat 80 qəpik orada sizin üçün çıxardacaq.
10% endirimlə birbaşa topdan qiymətini Bəli, bəli. topdan Bəli, müştərimə təqdim edir. Əla, bəli, çox bəli. yaxşı. Bununla yanaşı yuxarı hissələrdə məhsullar haqqında biz ölçü vaydına baxdıq. İndi istehsalat olduğu təqdirdə tərkib hissə var. Burada biz istehsal edəcəyimiz məhsullarımızın resepturasını öncədən təyin etmə imkanımız var. İnşallah indi bunun üzərindən ticarət modunda istehsalata baxanda bir daha keçəcəyik. Bu hansı ki, sifariş əsasında olan istehsalatlar üçün çox da yox, adətən stok üçün istehsalatlarda misal olaraq deyək ki, çörək daim satılır, çörəyin resepturası bəllidir. Un, su və bir də ki, misal olaraq maya. Bir ədədinə görə və yaxud da ki, 10 ədədinə görə və yaxud da ki, 100 ədədinə görə orada təyin olunmuş say bölümü ki var. Resepturanı öncədən təyin etmə imkanınız var ki, bu sizin artıq işinizi istehsal prosesində asanlaşdırır. Avtomatik məhsullar, silinəcək məhsulları bizə göstərir orada, miqdarı nə qədər. Misal olaraq deyək ki, biz burada 10 ədəd istehsal olunacaq, yəni yan profil 10 ədəd üçün istehsal üçün, 10 metrə üçün daha doğrusu istehsalı üçün bizə nə qədər atıram dəmir list gedəcək şərt olaraq. Onu biz öncədən burada təyin edirik ki, misal olaraq 10 metrəsi üçün 1 ədəd dəmir list bizə, daha sonra 3 ədəd dəmir list lazımdır. Bunu təsdiq elədiyimiz təqdirdə artıq istehsal prosesində biz ondan yuxarı istehsal edəcəyimiz təqdirdə 30 ədəd deyək ki, kalkulasiyanı sistem özü avtomatik orada aparacaq. Bu 3 ədəddən yola çıxaraq 10 ədəd üçün biz reseptoranı formalaşdırdıq. İstehsalda 30 ədəd ediriksə, avtomatik sistem bizə deyəcək ki, ambardan silməli olduğun dəmir list 9 ədəddir misal olaraq. Və yaxud da ki, ondan aşağı istehsal ediriksə 5 ədəd, biraz 5 metrə deyək ki, misal olaraq, deyəcək 1.5 dəmir list gedəcək bizə. Özü sistem avtomatik orada reseptoranı bizim üçün formalaşdıracaq. Aydın. Yuxarı hissələrdə etiket bölümü var, əlavə labellər, əlavə qruppalara ehtiyac olduğu təqdirdə, xatırlayırsınız bu əlaqələrdə də var idi. Məhsullar hissəsində tətbiq olunub. Əlavə qruplar açmağınıza ehtiyac olsa məhsullar üçün. Burada bəli formalaşdıra bilərsiniz. Tip olaraq kataloqa bənzəyir. Üst və alt necə kataloq yox idi. Burada da etiket, üst etiket və ona bağlı alt etiket qrupları formalaşdıra bilirsiniz. Və ambar hissəsində filtrlərdə də etiketlər üzrə də filtr edib baxmaq imkanınız var. Limitlər bölümü var. Bu hissə sizin üçün maraqlı olar ki, stoka nəzarət üçün vacib hissələrdən biridir. İstismar müddəti adətən yeyinti və dərman hissələri üçün keçərli olur ki, istifadə müddəti olur bildiyiniz kimi malların. O da heç bu sizdə ehtiyac olmayacaq. Elə o qalıcı olduğu təqdirdə avtomatik 365 götürür sistem. Və yaxud da ki, burada qalıcıqanı götürdüyünüz təqdirdə müddəti özünüzdə yazmaq imkanınız var. Sizin üçün minimal qalıq maraqlı olar. Misal, minimal qalıqda biz ambarımızdakı məhsullar bitənə yaxın məlumat versin bizə. Qalıq təyin edirik. Qalığı təyin edəcəyimiz zaman iki nüansa diqqət eləməyimiz vacibdir. Birinci nüans odur ki, məhsulu mən hardan alıram? Xaricdən alıramsa, sifariş verdiyim təqdirdə neçə günə bu məhsul gəlir mənim stokuma daxil olur, ambarıma. Adətən xarici alışlar 30-40 gün arası çəkir. Gömrüyü də nəzərə alarsa, 30, 35, hətta 40 günə qədər uzana bilir. Odur ki, siz onu daha dəqiq bilərsiniz ki, neçə gün o məhsulunuz gəlir xaricdən. Adətən görünən 30-35 arasıdır. Burada bir, onu göz önündə tutmaq lazımdır və ikinci təqdirdə də ki, ikinci nüans da ki, deyək ki, xaricdən bu malı alıramsa, 30 günə deyək ki, götürək, bu mal mənə gəlir. 30 gün ərzində bu məhsulun dövriyyəsi bir də bizim üçün maraqlıdır ki, 30 gün ərzində bu məhsuldan mən neçə ədəd satıram? Ya da neçə metrə istifadə edirəm adətən. Ki, bu da bizə onun üçün lazımdır ki, misal, deyək ki, orada qeyd elədiniz 200, misal. Ki, 200-ə gəlib çatanda biz sistem bizə indi hesabatlar bölümü var, oranı göstərəcəm sizə. Bu arada bu yeni xidmətdir deyə tətbiq eləmişik. Hesabatlar hissəsində ayrıca siyahı formasında da sizə verir. Bu 200-ü gəlib çatanda sistem isə orada siyahılaşdırır və siz sifarişi verdiyiniz təqdirdə ki, deyək ki, 30 günə gələcək, o mal gələnə qədər müştərilərə yoxdur deyə geri qaytarmamaq adına bu əlimizdəki olan 200-dən istifadə edir. O məhsul gəlib bizim stokumuza daxil olana qədər. O baxımından bu iki nüansa, bu minimal qalığı təyin edəcəyiniz təqdirdə iki nüansa diqqət eləməyiniz tövsiyə olunandır.
Vergilər bölümü var. Bu vergilər bölümündə bu məhsul ƏDV-yə cəlb olunandırsa, zaten avtomatik sistem ƏDV-li məhsul kimi təqdim edir. Amma elə məhsullarınız ola bilər ki, ƏDV-dən azaddır. Onun üçün buradan yəni o çeklisti götürə bilərsiniz. Və yol vergisi var. Yol vergisi adətən maliyyə satışlarında ola bilər ki, indi siz yanacaq alışları edirsiniz, zapravkalarla işləyirsiniz, oradan bildiyiniz kimi alışlar eləyəndə onlar qaymə kəsdikdə, rəsmi qaymələr. ƏDV ilə yanaşı yol vergisi də yanacaq və dizel alışlarında yol vergisi də tətbiq olunur. ƏDV-dən azad olub da əsas məbləğə əsas məbləğ üzərinə alınan 2%. Yəni misal olaraq 100 litrdirsə, mən yanacaq, dizel və yaxud da ki, benzin alıramsa, onun yol vergisi olur 2 manat. Bunun əmsalını burada öncədən təyin etmə imkanımız var ki, əgər adətən də ola bilər ki, biz sizdə dediyim kimi yanacaqda bəlkə istifadə oluna bilər. Onu xidmət kimi adlandırdığımız təqdirdə öncədən burada yol vergisini 0.02 formatında biz burada qeyd edirik və avtomatik sistem alış prosesində 100 litr alırıqsa, orada avtomatik 2 manat bizə yol vergisi əsas məbləğ üzərinə hesablanıb da ƏDV-dən azad olaraq göstərəcək orada. Ayrıca özünün hesabatı da var, orada izləyə bilirik. Və sonuncu ölçülər bölümüdür burada. Burada sizin üçün maraqlı olar, çünki ambarları formalaşdıranda ekspeditorlar bildirdiniz. Bu məhsullarımızın çəkisini qeyd etmə imkanımız var. Çəki və həcm. Ekspeditorların maşınına sizin üçün maraqlıdır ki, nə qədər mal yüklədik ki, polis saxlamasın. Çünki polisdə bildiyiniz kimi maşınlar, ağır çəkili maşınlar olanda cərimələr tətbiq oluna bilir. Təyin olunan limiti aşmaq deyə siz burada məhsulunuzun çəkisini, zəruriyyət yarandığı təqdirdə həcmini də qeyd edə bilərsiniz və ya ikisindən birindən istifadə edə bilərsiniz. Fərq etmir. Bu sizə nə kimi bir plus verəcək? Əməliyyat əsnasında ticarətdə bu məhsuldan, məsələn, atıram, nə qədər satırsınızsa, çünki metr və ədəd olaraq ölçü vahidi təyin eləmişik. Sistem ümumi qaymənin çəkisini də sizə verir ki, misal olaraq 10 adda profil mən satış elədim. Ümumi qayməsində olan malların cəm çəkisi atıram 500 kiloqram misal olaraq. Aha. Deməli, burada mən yan profili biz metr olaraq seçmişik. 1 metri təqribən 700 qramdır. Belə yazsam. Bəli, avtomatik profil satanda o neçə kilodur? Bəli, orada sizə göstərəcək, bəli. Diqqət elədinizsə, burada biz məhsulun ambar sayı, maya dəyəri, onlar qeyd olunmadı. Çünki zaten burada qeyd olunmur. Bu isə yalnız stokumuzda, əlimizdə olan malların ilkin mərhələdə tövsiyə olunan odur ki, ola bilər bu günə qədər 10 minatda məhsul alıb satışlar olub bizdə. Amma indi fakt əlimizdə olan, misal 300 adda məhsuldur. İlk mərhələdə tövsiyə olunan odur ki, əldə olan malların adlandırmasını edək. Hələ burada biz sistemə tanıdırıq ki, bizim bu adda məhsullarımız var. Sistemə hələ adları tanıdırıq. Adlandırılan malı bir dəfə adlandırmağımız kifayətdir. Mesela biz orada yan profillər adlandırdıq. Eyni məhsulu biz ikinci dəfədə gedib adlandırmaq istəsək, artıq sistem biz orada bildirəcək ki, bu adda artıq məhsul mövcuddur. Təsdiqinə bizə icazə vermir. Yəni o belə bir xəbərdarlıq edici hissələri də var. Bu isə yalnız adlandırılmadır. Məhsullarımızı adlandırmasını edirik burada. İnşallah bir sonraki görüşdə biz məncə burada çatdıra bilmərik. Növbəti görüşdə inşallah ambar qalığını da mən sizə göstərəcəm. Sol tərəf təbii ki, filtrlər hissəsidir. Burada filtrləri edib məhsullarınızı axtarış edə bilərsiniz. Ambar hesabatında unutdum, belə bir maraqlı bir şey də tətbiq olunub sistemdə. Bu filtrlərin də aşağıya gəldinizdə, sual yarana bilər ki, Ayxan bəy, yəni misal olaraq hər dəfəsində mən bir məhsul adı axtarışı üçün filtri tapmaq üçün yuxarı aşağı scroll edəcəm. Olmazmı ki, burada mən onu biraz daha üst sıralara, və ki, lazım olmayan burada mənə filtrlər var, onları ləğv edeyim. Bax, orada yuxarıda məhsulların aysa tamamilə qadağadır. Qarşısında çarx işarəsi var. Bax, burada sütunlarda lazım olmayan filtrləri buradan çıxara bilərsiniz. Drag and dropla yuxarı aşağı yerlərini təyin edə bilərsiniz. Və hətta orada sağ tərəfində diqqət etsəz, sorting hissəsi də var, seçilmişlər. Yəni, mən sistem məhsullar hissəsinə daxil olanda öncədən elə bir filtrləri təyin edirsiniz ki, məhsullar hissəsinə girəndə filan filtr daim seçilmiş olsun məndə, misal olaraq. Öncədən bunu burada fixləyə bilirsiniz filtrlərə. Hansı hissələrə daxil olursa olun,
Məhsullar hissəsinə gələndə bu filtrlənmiş formada zaten sizə sistem göstərəcək. Belə bir hissə də var. Bunu yan profil seçib yadda saxladımsa, Daima bura girəndə yan profilimiz olaraq burada, yəni həmin qrupaya bağlı belə bildirişlərin çıxması normaldır. Çünki bu təzə bir funksiyada tətbiq olunub sistemdə. Ola bilsin ki, xətalar çıxa bilir. O asan məsələdir. Bunu inşallah aradan qaldırarıq. Narahat olmayın. Ola bilsin bu filtrlər. deyəsən həm də test profili idi, siz mənə verdiniz. Bəli, test profilidir. Bəli, burada görürsən test şeylər eləyirlər, update-lər eləyirlər. Ola bilsin onunla bağlıdır. Brona biz az öncə ambar hesabatında da baxdıq. Bu hissədə Bron əməliyyatının icrasını həyata keçirə bilərik. Yeni əməliyyata klikləyib qarşı tərəf Bronun müddəti, məhsulun sayını qeyd edib ambarda ayıra bilərik həmin məhsulu. Bron təyin etdiyimiz müddət tamamlandığı təqdirdə, əgər müştəridən bizə bir məlumat gəlməyibsə, necə bir həftəlik bir müddət seçmişdik, Bron elədiyi məhsulu, əgər həmin müddət ərzində müştəri bizə məlumat verməyibsə, avtomatik Bronu sistem ləğv eləyir, əlavə edir ambar hesabatımıza, yəni mal qalığımızın üzərinə gəlir. Yox, əgər müştəri məlumat verir ki, ola bilər bir həftə təyin eləmişdi, amma 2 gün gecikəcəyini bildirirsə, sonradan da yəni Brona gəlib daxil olub, düzəliş edib, tarixi dəyişmə imkanımız var. Deməli, bu Bron əməliyyatı oldu. Sonra ambar sayımı bölümü var. Burada sizə vacibi hissələrdən biridir ki, gələcəyə doğru stokunuzda sayım aparırsınız fiziki şəkildə. Ambarı saydınız. Sistem üzərində də sayımı burada aparmaq imkanınız var. Mövcud deyək ki, ambarı burada seçirik. Hətta iştirakçılarına qədər burada təyin etmə imkanınız var. İştirakçılar filankəs iştirak edir. Çünki aktlı formada sistem bu. Sizə akt da təqdim edir burada. Ambarı seçdiyimiz təqdirdə sistem məhsulların siyahısını bizə verir, qarşısındakı saylarına qədər. 2 mərhələli bir prosesdir ambar sayımı. İlkin mərhələsi sayım prosesidir. Sayımdan sonra biz aktlaşdırırıq. İkinci mərhələdə isə ambarda korreksiyanı həyata keçiririk. Yəni artıb azaltmanı həyata keçiririk. Bu hissədə sadəcə misal olaraq deyək ki, saks məhsulu var orada ikinci. 6 ədəddir. Realda amma əlinizdəki saydakı saymısınız 5 ədəddir misal olaraq. Elədiniz 5. Və yaxud da ki, digər məhsul, silikon tapancası. Saymısınız sistem 5 göstərir, amma realda 7 ədəddir misal olaraq əlinizdə. Siz burada bax onu sayıları burada etdikcə həm qarşısında, həm də biraz yuxarıya zəhmət olmasa gələrsiniz. Ən başlığa biraz da yuxarıya. Orada yuxarıda görürsünüz ümumi məlumat artıq əski bölümü var. Bax bu hissədə də sistem həmin o siyahı üzrə artıq əskiləri ayırır burada sizin üçün. Yəni artıq hissədə azaldılmalı məhsullarımızı göstərir. Əski hissədə isə ki, artırılmalı olduğumuz malları bizim üçün orada ayırır ki, burada zaten qarşısında görürük. Orada da ki, ayırır ki, biz korreksiyada həmin hissədən girib malları korreksiya edəcəyik. Bu formada məhsullarımızın saylarında düzəlişlərimizi edib, ən yekunda aşağıda görürsünüz seçimlərin yanında, bəli. Təbii ki, burada belə bir şey də nəzərinizə çatdırım. Ola bilər sayım belədir ki, yox, bir dəfəyə etməyə də bilərsiniz. Təcil deyək ki, bir iş çıxdı. Burada təsdiq edib çıxa da bilərsiniz ki, sonradan gəlib düzəliş edib sayımı davam eləyəsiniz sistemlə. Və o müddət ərzində məhsullarda satışlar olarsa, sistem onu nəzərə alır. Yəni burada dövriyyədə elə bir məhsulun sayında dəyişiklik olubsa, deyək ki, göstərirdi orada 5 dənə, amma 1 ədəd satıldı, qaldı 4 dənə. Onu orada sistem nəzərə alır ki, əgər bizim nəzərimizdən də qaçıb onu dəyişməmişiksə, təsdiqdə artıq korreksiya eləyəndə bizə sistem icazə vermir. Məsələn, məhsul ambarda kifayət qədər məhsul yoxdur. Çünki axı bir dənə satılıb, məhsulun adına qədər verir ki, biz gedib orada sayda düzəliş edirik. Yəni ambar sayımı olanda sistemdə ambarda hərəkət dayanmalıdır ki, bu sayımın nəticəsi. Təbii ki, bəli, tamamilə doğrudur, bəli. Çünki realda da belədir. Realda da fiziki şəkildə ambarı saydığımız təqdirdə biz ən azından ya 1 gün, ya 2 gün ümumiyyətlə bütün prosesi dayandırırıq ki, sayım gedir. Sistemdə də eynilə o formada. Biz iş görə sayım apardığımız təqdirdə təbii ki, məhsul satışları olacaq, əməliyyatlar aparacaq, saylar dəyişəcək. Yəni onu nəzərə almaq lazımdır. Aktlaşdıranda bəli, burada artıq əskikləri ayrıca göstərir. Aktlaşdıra klikləyirik. Sayımın birinci mərhələsi tamamlandı. İkinci mərhələsi sol tərəfdə filtr hissəsində status bölümü var. Orada bəli, aktlaşdırılır hissəyə keçid edirik. Az öncə aktlaşdırdığımız sənəd
burada öz əksini tapır və sənəd nömrəsinin üzərinə klikləyib də düzəliş eləyə bilərik. Klikləyirik, düzəliş açılır. Yuxarı hissədə artıq və əski bölümü var. Bəli. Artıq hissəyə keçirik. Burada məhsulun qarşısında da, eləcə də yuxarıda artıq məhsullar ki yazıb, onun aşağısında belə checklist var. Bəli. Bilirsiniz, yanında da avtomatik yandı ki, korreksiya et. Korreksiya edə klikləyirik. Bir dənə də sənədində açılacaq. Ümumi təsdiq edə vururuq və məhsulun sayını bu hansı idi elədik? Artırmaq. Bəli, ambarda əski idi, artırdıq məhsulun sayını. Əski hissəyə də keçdirib eyni prosesi orada da edirik. Seçdik, bəli, korreksiyada kliklədik, təsdiq edə vurduq və bu məhsulların da ambarda artıq idi, azaltdıq. Artıq sayılarda düzəlişlər aparıldı. Təsdiq edə vurub klikləyirik və ambar sayımı tamamlandı. Və konsiqnasiya bölümü. Konsiqnasiya əvvəldə məlumat verdim, realizasiya tərəfidir. Əməliyyatını burada icra edirik. Yeni əməliyyata klik edərək realizasiya verəcəyimiz məhsulları bildiyimiz satış prosesi kimidir. Qarşı tərəf seçilir, ambar seçilir və bunun müqabilində aşağıda da məhsullarımızı əlavə edib satış kimi icra edirik. Və bu ayrıca avtomatik sistemimizdə ayırır sistem. Müştərinin adına ayırır bizim üçün malları. Konsiqnasiya artıq verdik. Bəli, təsdiq edə klikləyirik. Ambar hesabatında da izləyə bilirik konsiqnasiyada olan mallarımızı realizasiya. Eləcə də burada da əməliyyat üzrə görmək olar və bir də orada yuxarıda diqqət etsək məhsullar bölümü var. Bəli. Bu isə daha rahatdır izlənməsi. Realizasiyada olan mallarımızdır. Sol tərəfdə biznes orada qarşı tərəf, bəli, biznes blokları da toxunacaq. Məsələn, burada indi misalda apardıq, bəli. Orada qarşı tərəfi seçirik. Məsələn, az öncə baxmaq istəyirik ki, kimi seçdik? Abdullah Elşadda olan malları bizə göstərsin. Seçdiyimiz təqdirdə, bax, ona verdiyimiz məhsulun sayını, hansı qiymətlə vermişik, hamısını detallı burada bizə göstərir. Artıq müştəri bundan pulunu gətiribsə, o məhsulun qarşısında diqqət eləsəz, checklist işarəsi var. Bəli. Həm geri götürə bilirik malı. Ola bilər ki, bir dənəsini satıb, 4 dənəsini geri verir. Deyir, sata bilmədim, bir dənəsini satdım. Digər 4 dənəni də gəl götürmüsə olaraq. Biz bir dənəsini satış eləyəcəyik, digər 4 dənəsini isə geri alacağıq. Sadəcə burada sata klikləyiriksə, qiymət falan hamısını default sistem özü verir. Sadəcə düşüb aşağıda ödəniş veribsə, ödənişini qəbul edə bilərik burada. Və bir də burada sayı dəyişirik, bəli. Ödəniş də, artıq burada ödəniş istisna hallarda görürsən ki, niscə qala bilər. Satıb, amma deyək ki, satmışam, pulun 5 günə, 3 günə, bir həftəyə verəcəm. Satış edib ödəniş qəbul eləməyə bilərik. Amma çox hallarda ödənişini də verirlər. Və təsdiq edə klikləyirik. Məhsul artıq satışı oldu müştəridə. Digərlərini də artıq geri alırıqsa, vaxt üçün onda olan mallarımızı da məhsullar hissəsində izləyə bilərik. Qiymətlər bölümü var. Qiymətlər bölümü bu təzə bir funksiyadır, tətbiq olunub sistemdə. Satış qiyməti ki, az öncə biz məhsulumuza təyin elədik və yaxud da ki, digər məhsullarımıza təyin elədik. Toplu şəkildə bu qiymətlər hissəsində məhsullarımızın satış qiymətlərini artırıb azalda biləcəyik. İlk növbədə aşağıda hansı məhsulların deyək ki, qiymətində dəyişiklik eləmək istəyirik, siyahımıza əlavə edirik. Daha sonra isə yuxarı hissədə ki, birinci siz baxdınız. Hər hansı fərq etmir, demo hesabda istənilən bir-iki məhsul əlavə edə bilərsiniz bura. Deyək ki, 12 manat, bəli, seçdik bunu. Yuxarı hissədə əgər bu məhsulun biz qiymətini qaldırmaq mı istəyirik, yoxsa endirmək mi istəyirik, bəli, burada özümüz təyin edə bilirik və qarşısında da ki, istər faiz olaraq, istər məbləğ olaraq, vahid olaraq qiymətini də ki, endirim etmək istəyirik. Bəlkə qiymət tipləri də varsa, qiymət tipləri içində keçərli olsun istəyiriksə, bəli, orada digər qiymət tiplərini də endirim burada bəli təyin edə bilirik. Yox, əgər deyirik ki, yox, qiymət tiplərinə ehtiyac yoxdur, quş götürəndə qiymət tiplərinə artıq şamil edirik. Amma deyirik ki, yox, qiymət tiplərinə ehtiyac yoxdur, onların endirimləri olduğu kimi qalsın. O zaman belə o checklisti orada qoyuruq. Və aşağıda indi artıq gəldiyimiz təqdirdə görürük ki, qiyməti 12 idi, salda artıq 9 manat alınmış qəpiyə. Və qiymət tiplərinə də olduğu kimi burada saxlayıb. Belə idi yoxsa? Yadımda qalmadı açığı. Burada artıq toplu şəkildə məhsullarınızın qiymətini qaldırıb endirə bilirsiniz.
Ən sonuncu da hesabatlardır. Məhsulları adlandırdığımız yerdəki necə limitlər var idi, istismar müddəti var idi. Siyahıları üzrə burada biz deyəcəyik ki, hansı məhsullarımızın vaxtı keçib və yaxud da ki, hansı məhsullarımızın stokda limiti azalıb. Bəli, bu hissədə sistem bizə limit keçmiş məhsullarımızı, cari anbar qalığını və limit sayımızı və faktiki anbar qalığımızı göstərir. Excel-ə çıxarış edib sifariş sənədini formalaşdıra bilərik. Aha, anladım. Belə, ümumi anbar bundan ibarətdir. Təbii ki, digər modullarda da əməliyyatlar apardıqca anbarların üzərindən təkrar-təkrar yenə keçəcəyik. İnşallah məhsullarınızı adlandırmağa artıq başlaya bilərsiniz. Suallarınız olarsa da qrup üzərindən istənilən vaxt sualları bizə ünvanlaya bilərsiniz. Oldu Axın bəy, təşəkkür edirəm. Çox sağ olun ətraflı. Oldu. Çox sağ olun. Sağ olun.